Hər kəs salamlayıram dostlar. Bu gün artıq 3-cü dəfə GeoGeser videosu çəkirəm. Ümid edirəm yenə də uğurlu olar. Çox vaxt itirmədən oyuna başlayaq. Getdik. Yerimiz gəlir. Gəldi. Bura haradır belə? Permit zone. İcazə zonası yəni. Burada ne yazılıb? 2P biraz ışıq düşür deyə yəni, aydın görünmür. Baxa görək. Burada ne var? Distorted image. Görək qarşıda ne var? Qarşıda. Bu nədir? Real properties. Bura haradır belə? Unwanted looks on the nature strip litter. Bura hara ola bilər? Günəş şimaldan gəlir. Bəlkə bura Avstraliyadır. Yəqin ki bura Avstraliyadır. Mənə elə gəlir. Amma hara? Mən Tamberanı seçəcəm. Paytaxt şəhəri. Vaxt bitdi ki, Melbourne imiş. Vaxta diqqət eləmədim. Tambera, Melbourne. Çox da uzaq deyil. Yəni seçimi eləsəydim yaxın olacaqdı. Amma təəssüf ki 0 xalda qaldım diqqətsizlik yüzündən. Nəysə növbəti raunda keçək artıq. Yenə bir şəhər. Bura haradır belə? İğnə yarpaqlı, enli yarpaqlı hər cür ağac var. Zona hospital prohibido. Yəni zibil atmaq qadağandır. Botar Basurazano Vigilada. Bu İspan dilidir. Olivos Juarez nəsə döndüm belə. Görək burada ne var? Niyəsə mən Chili düşünürəm, amma yəni də dəqiq bir fikrim yoxdur. Neysə artıq tələsmək lazımdır, bayaqki kimi olmasın deyə. Bəli, tutuzdurdum. Çox gözəl. Sadəcə Santiago'nun kənar hissəsi idi, amma olsun. Yox, Santiago'nun özüdür. Mən biraz kənarına vermişəm səsimi. Olsun, yenə də əsl ki tutuzdurdum. Möhtəşəm. İndi isə son raunda keçək. Görək nə olacaq.
Günəş şimaldan gəlir. Görək bura nə yazılıb. Waterford Tamlaba. Bu nədir belə? Southern Africa. Deməli bura Afrikadır. Günəş də şimaldan gəlirsə bu %100 Cənubi Afrikadır. United World College of Southern Africa. Universitet imiş bura. Cənubi Afrika Respublikası. Cape Town zadılar yəqin ki bura. Amma yenə də çox bir fikrim yoxdur. Neyse, məncə bəlkə o universiteti axtaraq. Məncə ən düzgün fikir budur. Burada görmürəm. Başla. Artıq səs vermək lazımdır. Johannes burada verirəm. Eswatini imiş. Neysə, Eswatiniyə daha yaxın olan şəhərə verdim. Belə baxanda Cape Town'a baxın. Johannes burada da baxın. Eswatiniyə daha yaxındır. Ən azından daha yaxın olanı seçdim. Məncə çox da pis deyildi. Amma yəni Eswatinidə belə bir şey ola biləcəyini düşünməmişdim heç. Amma varsa da lap yaxşı. Bəli. Tam bura. Neysə dostlar, bugünkü videomuz sona çatır. Ümid edirəm ki, əyləndiniz. Deyərdim ki, hər 3 raund yaxşı keçdi. Sadəcə birincidə vaxt çatmadı təxmin eləməyə, yoxsa o da təxmini elə bunun kimi bir şey olacaqdı. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti videolarda görüşənədək sağ olun.